Assalamu alaykum qadarli savatdaşlar. Mush vaqtinizlar xayrli bo'lsin. Bugun hozirgi zamon Uyg'ur tili darsimizdan 48 darsni o'tamiz. O'tgan soatlik darsimizda fe'lning xabar shakllaridan shaxs kategoriyasi va meyl kategorisini ko'rib chiqqandik. Bugungi darsimiz bo'lsa fe'lning xabar shakllaridan hol zaman kategoriyasi va zaman kategoriyasining ichidan oddiy o'tgan zaman xabar shaklini ko'rib chiqamiz. Dersimizga başlaşdan burun o'tgan soatlik darsimizning oxiri so'rab o'tgan tuvandagi ikki savolimizga qisqa javob berib o'taylik. Birinchi fe'lning xabar shakllari qanday shakllandi? Bu savolning javobi Uyg'ur tilidagi fe'llarning xabar shakllari oldi bilan meyl jihatdan farqlanib, meyl kategoriyasini hosil qiladi. Meyl kategoriyasining tarkibidagi bir necha xil meyl turiga xos xabar shakllari yana hol zamon jihatdan farqlanib, hol zamon kategoriyasini hosil qiladi. Har xil meyl turidagi xabar shakllari jumladan har xil hol zamon turidagi xabar shakllari yana shaxs jihatdan farqlanib, shaxs kategoriyasini hosil qiladi. İkinci, fe'llarning shaxs shakli jumla kirganda jumlaning qaysi bo'ligi bilan birdeklikni saqlaydi? Bu savolning javobi fe'llarning shaxs shakli jumla kirgan vaqtda egi bilan birdeklikni saqlaydi. Bu savollar munosabatli bo'lgan boshqa mazmunlarni ko'makchi bo'lsanglar, o'tgan soatlik darsimizning qaytadan ko'rib chiqishinglarni tavsiya qilaman. Endi bugungi darsimizga kelsak, bugun hal zaman kategorisini ko'rib chiqamiz. Undaqda hal zaman kategorisining ma'nosi nima? Hal kategorisi fe'llarning muhim bir grammatik kategoriyasi bo'lgan zaman kategoriyasi bilan birlikda butun jumlada ifodalanadigan vaqt uchurini yetkazadigan kategoriya hisoblanadi. Hal kategoriyasi deganimiz fe'lning turlangan shakllari orqali fe'l ifodalangan ish harakatining ichki qismida ma'lum bo'lgan vaqt munosabat uchurlarni ifodalaydigan funksiyalik kategoriya. Hal kategoriyasi o'ziga xos qo'shimchalarga ega emas. Hal kategoriyasi boshqa kategoriyalarga o'xshash, ya'ni shaxs kategoriyasi va meyl kategoriyasiga o'xshash o'ziga xos bo'lgan qo'shimchalarga ega emas. Uyg'ur tilidagi fe'llarning vositasiz bayon meyli, vositalik bayon meyli, anglatma bayon meyli, subyektiv mo'lchar meyli va obyektiv mo'lchar meyliki xabar shakllarining har bir turi hal zamon jihatdan farqlanib, hal zamon kategorisini hosil qiladi. Bu kategoriya harakatning har xil holatini bildiradigan hal kategoriyasi bilan harakatning yoki harakat holatining har xil zamonga taalluqligini bildiradigan zaman kategoriyasining qo'shilmasi bo'lib, putgan hol, putmagan hol, izchil hol va maqsad holidan iborat 4 xil hol turi bilan oddiy o'tgan zaman va hozirgi zamondan iborat 3 xil zaman turining qo'shilishidan tarkib topgan. Undaqda hal kategoriyasi bilan zaman kategoriyasining munosabati qanday bo'ladi? Agar hal zaman kategoriyasidagi hal kategoriyasi bilan zaman kategoriyasining tarkibini va ularning qo'shilish ahvolini sixemlashtirsak, mana bundaq bo'ldi. Ya'ni hal zaman kategoriyasi va zaman kategoriyasidan iborat ikki turga ayrıladi. Ya'ni buning ichidan hal kategoriyasi putgan hal, putmagan hal, izchil hal va maqsad hali degandek 4 kategoriyaga ayrıldı. Zaman kategoriyasi bo'lsa, oddiy o'tgan zaman va hozirgi zamondan iborat 3 turga ayrıldı. Kelgusi zaman bo'lsa, o'z oldiga bir zaman kategoriyasi hisoblanadi. Hal kategoriyasi bilan zaman kategoriyasi o'xshamagan ikki kategoriya. Zamanning tasvirlaydig'ini harakat yuz bergan vaqt, holning tushuntirdig'ini bo'lsa, harakat ijro bo'lish jarayonida qandaq bosqich yoki holatda turayotganligi, harakatning qaysi vaqtda yuz berganligini ta'kidlashda bo'lsa, zamon shakllari orqali ifodalashga to'g'ri keladi. Zaman kategoriyasida undaqda zamonning ma'nosi nima va vaqt bilan zamonning farqi nima? Falsafa ma'nosidagi vaqt cheksizligiga, falsafa ma'nosidagi vaqt qurilma jihatdan o'tmish, hozir, kelgusi degan tartibda bo'ladi. Kishilar beshini o'tkazib bo'lgan vaqt bo'lsa, o'tmish, o'zlari turayotgan vaqt bo'lsa, hozir, beshidan o'tkazilgan vaqt bo'lsa, kelgusi bo'lib ifodalanadi. Tilshunoslik nuqtasidan qaragan vaqtda vaqt insoniyatga o'rtaq bo'lgan, tildan halqagan bir uqum hisoblanadi. Yana bir tarafdan aytganda, insonning vaqt uqumi til yoziq shaklida aks etadi. Shunga vaqt til orqali ifodalanadigan muhim mazmun tashkil qilib, tilning tadqiqot obyektiga aylanadi. Grammatikada zaman asosliqi ish harakatining bayon qilinayotgan vaqt bilan bo'lgan munosabatini bildiradi. Ya'ni zaman bir xil grammatikalik kategoriya. O ishning yuz berishining so'z vaqtiga nisbatan ilgari keyinlik munosabatini ko'rsatadi. Odatda nutq so'zlayotgan vaqt, ya'ni so'z qilinayotgan shu payt belgi vaqt hisoblanadi. Agar ish harakat so'z qilinayotgan payt yuz bergan bo'lsa, hozirgi zaman, so'z qilishdan burun yuz bergan bo'lsa, o'tgan zaman va so'z qilinishdan keyin yuz beradigan bo'lsa, kelgusi zaman bo'lib hisoblanadi. Endi zaman kategoriyasidan oddiy o'tgan zaman xabar shaklini ko'rib chiqamiz. Oddiy o'tgan zaman xabar shaklining yasalishi bo'lsa, fe'l o'zgiga di, ti,
du, tu ve miş qoşumçusunun qoşuluşunu yazıldı. Bunun içinden vasıfsız bayan məyillik addi ötken zaman xəbər şeklini görüp çıxsaq, bu xəbər şekli şəxs tür cəhətdən birinci şəxs, ikinci şəxs və üçüncü şəxs degəndək üç şəxs türə ayrılır. Birinci şəxs bolsa birlik türü və köplük tür cəhətdən fərqlənir. Birlik türgə misal alsaq, bardım, tapdım, kurdum, qoşdum, küldüm, küttüm şəkildə boludu. Köplük tür bolsa bardıq, tapdıq, kurduk, qoşduq, küldük, küttük şekilde boludu. İkinci şəxs birlik addi türü bolsa bardın, tapdın, kurdun, qoşdun, küldün, küttün şekilde boludu. İkinci şəxs birlik sifat türü bolsa bardınız, tapdınız, kurdunuz, qoşdunuz, küldünüz, küttünüz şekilde boludu. Birlik hörmət türü bolsa bardıla, tapdıla, kurdula, qoşdula, küldülə, küttülər şekilde boludu. Köplük addi türü bolsa bardınlar, tapdınlar, kurdunlar, qoşdunlar, küldünlar, küttünlar şekilde boludu. İkinci şəxs köplük hörmət türü bolsa berişdila, tepişdila, quruşdila, qoşuşdila, külüşdülə, kütüşdülə şekilde boludu. Köplük sətlim türü bolsa berişdin, tepişdin, quruşdun, qoşuşdun, külüşdün, kütüşdün şekilde boludu. Üçüncü şəxs türü bolsa san cəhətdən fərqlənməkdir və bunu misal versək, bardı, tapdı, kurdu, qoşdu, küldü, küttü şekilde boludu. Vasıfsız bayan məyilki addi ötken zaman xəbər şəkli fe'linin özək şəkliga ötken zaman qoşumçalarının qoşuluş bilan yasalğan. Ularning bulusiz şəkli bolsa fe'linin bulusiz özək şəkliga ötken zaman qoşumçalarının qoşuluş bilan yasaldı. Məsələn, barmıdım, barmıdıq, barmıdın, barmıdılar, barmıdınlar, berişmediler, berişmedin, barmıdı şekilde boludu. İkinci vasıflıq bayan məyilki addi ötken zaman xəbər şəklini görüb çıxımız. Bu xəbər şəkli şəxs tür cəhətdən fərqlənib, birinci şəxs, ikinci şəxs və üçüncü şəxs deyə üç türə ayrıldı. Birinci şəxs bolsa san cəhətdən fərqlənib, birlik türü və köplük türü degəndə kiçik türə bölündü. Birlik türgə misal versək, beribdi mən, korubdi mən, külübdi mən, kütübdi mən şəkildə boludu. Köplük türü bolsa beribdimiz, korubdimiz, külübdimiz, kütübdimiz şəkildə boludu. İkinci şəxs birlik addi türü bolsa beribsən, korubsən, külübsən, kütübsən şəkildə boludu. İkinci şəxs birlik sifat türü bolsa beribsiz, kurubsiz, külübsiz, kütübsiz şekilde boludu. Birlik hörmət türü beribdila, kurubdila, külübdila, kütübdila şekilde boludu. Köplük addi türü bolsa beribsizlər, kurubsizlər, külübsizlər, kütübsizlər şekilde boludu. Köplük hörmət türü berişibdila, kuruşubdila, külüşübdila, kütüşübdila şekilde boludu. Köplük sətlim türü bolsa berişibsən, kuruşubsən, külüşübsən, kütüşübsən şekilde boludu. Üçüncü şəxs türü bolsa san cəhətdən fərqlənməkdir və beribdu, kurubdu, külübdu, kütübdu şekilde boludu. Vasitəlik bayan məyilki addi ötken zaman xəbər şəkli. Əslində fe'linin çetilmə rəvişdə şəkliga hökm bağlamçısı oldu ki, turur fe'li və şəxslik qoşumçularının qoşuluşdan yasalğan olub, hazırki gündə ixcamlaşıb müşahidə edilən. Bularning bulusiz şəkli bolsa çetilmə rəvişdəşinin map-map şəklindəki bulusiz tür əsasında yazıldı. Məsələn, barmapdı mən, barmapdımız, barmapsən, barmapsız, barmapdılar, barmapsizlər, berişmapdılar, berişmapsən, barmapdı şəkildə buludu. Anlatma bayan məyilki addi ötken zaman xəbər şəkli. Bu xəbər şəkli oxşaşla şəxs tür cəhətdən fərqlənib üç şəxs ayrılır. Birinci şəxs bolsa san cəhətdən fərqlənib birlik və köplük türdə pişkiyə ayrılır. Birlik türgə misal alsaq, beribdidək mən, beribdimişmən, beribdimənmiş şəkildə boludu. Köplük tür bolsa beribdidəkmiz, beribdimişmiz, beribdimizmiş şəkildə boludu. İkinci şəxsinin birlik addi türü bolsa beribdidəksən, beribdimişsən, beribdisənmiş şəkildə boludu. Birlik sifat türü bolsa beribdideksiz, beribdimişsiz və beribsizmiş şekilde buludu. Birlik hörmət türü bolsa beribdidekla, beribdimişla, beribdilamış şekilde buludu. İkinci şəxsin köplük addi türü bolsa beribdideksizlər, beribdimişsizlər, beribsizlərmiş şekilde buludu. Köplük hörmət türü bolsa berişibdidekla, berişibdimişla, berişibdilamış şekilde buludu. Köplük sətlim türü bolsa berişibdideksən, berişibdimişsən, berişibsənmiş şekilde buludu. Üçüncü şəxs türü bolsa san cəhətdən fərqlənməkdir və beribdidək, beribdimiş şekilde buludu.
Anlatmayamayız ki addi ötken zaman xəbər şəklinin aldınqı iki xil variantı əslində feilinin çetilmə rəvişdə şəkildə hökm bağlamçısı oldu ki, turur feili və anlatma hökm bağlamçısının hazırki zaman şəkilləri qoşulub yasalğan olub, hazırki gündə ixcamlaşıb bu şəkildə gələn. Keyinki variantı bolsa, vasitəlik bayanmaylı ki, addi ötken zaman xəbər şəkildə hökm bağlamçısı bolğan, miş qoşumcusu qoşulub yasalğan. Ularning bulusu şəkli bolsa, çetilmə rəvişdaşının map şəkildəki bulutsuz tür əsasında yazıldı. Məsələn, barmaptidək mən, barmaptımız sən, barmaptımız şəkildə yazıldı. Subjektiv bayanmaylı ki, addi ötken zaman xəbər şəkli. Bu xəbər şəkli şəxs tür cəhətdən fərqlənib, birinci, ikinci və üçüncü şəxs türə ayrıldı. Birinci şəxs bolsa san cəhətdən fərqlənib, birlik türü və köplük türü degəndə kiçik türə ayrıldı. Birlik türgə misal bərsək, barğandı mən, bardım bu dəymən şəkildə boludu. Köplük türü bolsa, barğandımız, bardıqqı dəymən şəkildə boludu. İkinci şəxs birlik addi türü bolsa, barğan sən, bardınğı dəymən şəkildə boludu. Birlik sipay türü bolsa, barğansız, bardınızğı dəymən şəkildə boludu. Birlik hörmət türü bolsa, barğandıla, bardılağı dəymən şəkildə boludu. İkinci şəxsin köplük addi türü bolsa, barğansılar, bardınlarğı dəymən şəkildə boludu. Köplük hörmət türü bolsa, berişqanla, berişdilağı dəymən şəkildə boludu. Köplük sətlim türü bolsa, berişqan sən, berişdinğu dəymən şəkildə boludu. Üçüncü şəxs türü san cəhətdən fərqlənməkdir və barğandı, bardığı dəymən şəkildə boludu. Subjektiv bayanmaylı ki, addi ötken zaman xəbər şəklinin aldığın türləri feilinin kütken anlıq sifətdə şəkilgə subjektiv mölçər hökm bağlamçısının hazırki zaman şəkli qoşulub yasalğan. Keyinki türlər bolsa, vasıtsız bayanmaylı ki, addi ötken zaman xəbər şəkilgə subjektiv mölçər hökm bağlamçısının hazırki zaman şəkli qoşulub yasalğan. Bunların bulutsuz şəkli sifətdaşının yoki vasıtsız bayanmaylı ki, addi ötken zaman xəbər şəklinin bulutsuz şəkli əsasında yazıldı. Məsələn, barmağandı mən, barmıdımğı dəymən, barmağandımız, barmıdıqqı dəymən, barmağan sən, barmıdınğı dəymən degan müşxil şəkillərdə yazıldı. Obyektiv bayanmaylı ki, addi ötken zaman xəbər şəkli. Bu xəbər şəkli oxşaşlar şəxs tür cəhətdən fərqlənib 3 şəxs ayrıldı. Bunun üçün birinci şəxs san cəhətdən fərqlənib birlik və köplük degəndə iki türə ayrıldı. Birlik türgə misal versək, barğan oxşay mən, barğan bolsam gerek, barğan çığınba şəkildə boludu. Köplük türü bolsa, barğan oxşaymız, barğan bolsaq gerek, barğan çığımız var şəkildə boludu. Bu yerdə ki, va qoşumçusu B-ninki V-yə özgərişidən şəkillənən. İkinci şəxs birlik addi türü, barğan oxşaysan, barğan bolsa gerek, barğan çığın var şəkildə boludu. İkinci şəxs birlik sipay türü, barğan oxşaysız, barğan bolsunuz gerek, barğan çığınız var şəkildə boludu. İkinci şəxs birlik hörmət türü bolsa, barğan oxşayla, barğan bolsula gerek, barğan çığınları var şəkildə boludu. İkinci şəxs köplük addi türü bolsa, barğan oxşaysılar, barğan bolsanlar gerek, barğan çığınlar var şəkildə boludu. Köplük hörmət türü bolsa, berişqan oxşayla, berişqan bolsula gerek, berişqan çığınları var şəkildə boludu. Köplük sətlim türü bolsa, berişqan oxşaysan, berişqan bolsan gerek, berişqan çığın var şəkildə boludu. Üçüncü şəxs türü bolsa, san cəhətdən fərqlənməkdir və bunu misal versək, barğan oxşaydı, barğan bolsa gerek, barğan çığı yoki barğan çığı var şəkildə boludu. Obyektiv bayanmaylıdır ki, addi ötken zaman xəbər şəkli feilinin bütkən anlıq sifətdaş şəkliga obyektiv mölçər hökm bağlamçılarının qoşuluşu bilən yasalğan. Bulutsuz şəkli bolsa, sifətdaşının bulutsuz şəkli əsasında yazıldı. Məsələn, barmağan oxşaymən, barmağan bolsanlar gerek, barmağan çığın var, barmağan oxşaydı degan müşxil şəkillər yazıldı. Feilinin addi ötken zaman xəbər şəkillərinin qo'llanilishi bolsa, qaysi xil meyil türü bo'lishdan qat'iy nazar fe'l ifodalagan harakat yoki holatning so'z bo'layotgan vaqtdan burun barliq kelganligini bildirdi. Masalan, Ahmad maqol yozdi, Ahmad maqol yozibdi, Ahmadmu maqol yozibdi-dek, Ahmadmu maqol yozgandi, Ahmadmu maqol yozgan o'xshaydi. Ya'ni mishadiki harakatning yoki holatning so'z bo'layotgan vaqtdan burun barliq kelganligini bildirib kelgan. Bugünkü dersimizin ahırı geldik. Dersimizin ahırda bu dersimizga münasibetli bo'lgan tuvandagi savolni so'rab o'tamiz. Hal kategoriyasi bilan zaman kategoriyasining munosabatini tushuntirib baqalamsiz. Bu savolning javobini YouTube videomizning ostidagi inkas qismiga yoki Instagram hisobimizning DM qismidan uchra yozib avasanlar bo'ladi. Undaqda keyingi soatlik darsimizda ko'rishaylik. Ko'rishguncha omon bo'linglar. Xayr xo'sh.